Salam xanımlar və cənablar. Bugünkü verilişimizin qonağı illərin sınağından keçmiş, səsi ilə qəlblərə yol tapan, özünə məxsus üslubu və səmiyyəti ilə Azərbaycan estrada musiqisində silinməz izlər qoyan bir sənətkarı Mehriban Görüş verilişinə dəvət etmişəm. 10 illiklər keçsə də nə enerjisi azalır, nə də ona olan tamaşaçı sevgisi. Qonağımız səhnəmizi bənzərsiz siması, xalq artisti Ağadadaş Ağayevdir. Xoş gəlmisiniz Ağadadaş müəllim. Çox sağ olun Mehriban xanım. Təşəkkür edirəm təqdimata görə. Bir də əlhəmdülillah deyirəm ki, siz deyənləri Allah mənə nəsib eləyib. Xoşbəxt insansınız. Nə və gözəl. bütün tamaşaçılarımızı buradan bağrıma basıram. Təbrik edirəm. Xalqımızın hər anını xoşbəxt və sevinç dolu günlər yaşamasını Allahdan arzu edirəm. Bugün sizin görüşünüzdəyəm. Döşüyüm mənim qabırğama, nə deyirsinizsə deyin. Suallarınızı yağdırın. Özünüzü necə hiss edirsiniz? Çox əla, çox super. Əlhəmdülillah, çox şükür Allaha. Həqiqətən də buradan elə mesaj kimi sizin sualınızın cavabı olaraq xalqımıza demək istəyirəm ki, mən biraz arada xəstəlik dövrümü yaşadım. Amma bu günlər maşallah fıstıq kimiyəm, elə deyirlər də, türklər elə deyirlər, fıstıq kimiyəm, yəni hər şey qaydasındadır. İnsanlarımızı çox sevirəm. Yaxşı ki, Allah məni qaytardı bu sevinç dolu dünyama. O tərəfə də göndərə bilərdi, amma göndərmədi. Burada saxladı. Ona görə də insanlarımızın, sevənlərimizin arasındayam və buna görə də Allahıma minnətdaram. Siz qələbə çaldınız xəstəliklə. Keçmiş olsun. Keçmiş olsun, bəli. İlk sualım belə olacaq. Ağadadaş müəllim kimdir? Ağadaş Ağayev sonradan idrak elədim, dərk elədim ki, Ağadaş Ağayev elə uşaqlığından Allahın sevdiyi bir bəndə olmuş. Və illər keçəndən sonra, aylar keçəndən sonra, dəqiqələr keçəndən sonra mən özümü dərk edən dövrdən sonra başa düşmüşəm ki, mən elə doğrudan da Allahın yolunda yaşamışam. Mən onu bəzi intervyulərimdə də demişəm. Yəni, Ağadaş Ağayev Allahın verdiyi üç gözəl neymətini bir yerdə daşıyan vətən oğlanlarından biridir. Birincisi, ürəyi ilə, ikincisi, mərhəməti ilə, üçüncüsü, vicdanı ilə bir yerdə yaşamağı yaşayıb, bilmədən də yaşayıb, biləndən sonra da yaşayıb və bu günləri insanların arasında ona görə də nə qazanıbsa ona görə qazanıb. Düşünürəm ki, sənətkarla sənətdən danışmaq daha maraqlı olardı. Təbii. Müsahibələrinizin birində demişsiniz ki, sənət ucuzlaşıb, müasir şou proqramlarının səviyyəsi aşağıdır. Bəli. Məni qane etmir. Bugün qane etməyən verilişləri Ağadadaş Ağayev necə görmək istərdi? Bilirsiniz, Hitler hakimiyyətə gələndə soruşur ki, nəqliyyatda vəziyyət nə yerdədir? Deyirlər ki, çox bərbad. Nədir yəni? Yəni, tramvayı var, troleybusu var, avtobusu var. İnsanlar bilet almadan buradan girir, oradan düşür. Bəli. Bir dənə sərəncam imzalayır. O sərəncama görə o qaydaları pozan insanlara ölüm cəzası verir. Yerində güllələnsin. Və ölkə üzrə bir 3-5 dənə adamı güllələyirlər. O sərəncamı 6 aydan sonra ləğv eləyir. Soruşur ki, necədir vəziyyət? Deyir, çox yaxşıdır. Əladır. Bir dənə adam biletsiz, konduktorsuz girib çıxmır nəqliyyat vasitələrinə. Deyir, bu sahəni biz düzəltdik. Bilirsiniz necədir? Sovet dönəmində, Sovet ideologiyasını ən çox nifrət edən insanlardan biri mən olmuşam. Bugün də o davam edir. Hər xoşa gəlməyən, qəbul olunmayan bir işin içində də bir xırda gözəllik var. Bunları insan görməlidir.
Yəni o vaxt musiqi dünyasında, musiqi aləmində Xoçsovet və Sovet vardı Sovet dövründə. O böyük bir nəzarət bir qurumu idi, nəzarət qurumu. Və o insanları musiqinin ümumiyyətlə inkişafında çox böyük, önəmli bir rol oynayırdı. Ona görə ki, Sovet dövründə musiqilərimizin səviyyəsi bu gün də bizə başa salır ki, biz Azərbaycan musiqiçiləri olaraq, xalqı olaraq, bax biz bunlara nail olmuşuq. Üzeyir Hacıbəylidən tutmuş, Telman Hacıyevə qədər, Oktay Kazımiyə qədər, Nəriman Məmmədova qədər gələn böyük bir yol var. Cahangir Cahangirovlar, Seyid Rüstəmovlar. Bax, bu nəsil Sovet dönəmində yetişib. Niyə görə? Bilirsiniz niyə görə? Ona görə ki, onlar böyük bir məktəb görüblər, məktəbdən keçiblər, imtahanlardan keçiblər. Bax, biz də o imtahanlardan keçənlərdənik. Son dönəmdə də olsa. Sonra nə oldu Atadaş müəllim? Sonradan müstəqil Azərbaycanımızı, müstəqilliyini qazandıq. Allah bizə hər şeyin müstəqil olmasını, sərbəst olmasını bizə yaşatmaq üçün bizə bir şans verdi. Dövlət olaraq. Amma dövlət böyük uğurlara imza attı. Dövlət. Amma insanlar ondan səmərəsiz istifadə elədilər. Yəni onun bir təsiri oldu. Hər şeyə, bütün sahələrə təsir oldu. Bütün sahələr paralizavat oldu. Çünki dövlət, demokratik bir dövlət yarandı. 30 ildən çoxdur da biz müstəqil dövlətik. Amma müstəqil dövləti dayaqları kimi olmadıq. Sınmış qol qanadı kimi olduq. Bütün sahələrdə hər şey tənəzzülə uğradı. Və o tənəzzül, bu tənəzzül. Demokratiyanın adı, demokratiya sözünü heç sevmirəm mən. Dünyada demokratiya yoxdur. Heç yerdə yoxdur. Kim deyir ki, Amerika, Kanada, nə bilim, Braziliyası, osu, busu, hegemon ölkələrdə, İngiltərəsi, Fransası. Niyə elə düşünürsünüz? Çünki onlarda demokratiyanın heç belə işarəti yoxdur. Açıqlayın. Açıqlaması odur ki, dünyanı sömürürlər. Bunun harası demokratiyadır? Əzirlər. Bütün dünyanı Afrikadan tutmuş Azərbaycana qədər. Müxtəlif yollarla, müxtəlif qollarla Azərbaycanın sümürürlər. Bu günlərdə imkanlar olsa sümürür. Amma bugün müstəqil Azərbaycan ayaq üstədir. Hətta bizim bütün mədəniyyətimizə qədər gəldilər. Gəldilər və düşmən heç vaxt ölmür. Düşmən həmişə o işini görür. Bu bizə də aiddir və bizə daha çox aiddir. Allahıma qurban olum ki, Cənab Ali Başkomandan və mənim qurban olduğum şəhidlərim sinəsini gəldilər. Bu vətəni azad elədilər torpaqlarına, Qarabağ torpaqlarına. Atadaş müəllim, bəli. Siz həm kamançanın həzin sədaları ilə klassik toy mədəniyyətində, həm də müasir rəqəmsal dövrünün sürətini gördünüz. Sizcə bugünün texnoloji imkanları, texnoloji imkanları sənətçini ucaldır, yoxsa həmin o peşəni öldürür? Siz necədir? Bir xəzinə var. Bu xəzinənin istifadəçisi əgər bizi isə, bu xəzinədən necə istifadə eləmək lazımsa, biz onu təyinatını verən bizik. Ona görə də bir kamançanın səsi əvvəla insan səsinə ən yaxın səsdir. Gözəl bir giriş elədiniz. Kamança ilə, sualın girişi kamança ilə başladı. Əslində, zamanəmizin, həyatımızın texnika ilə, texnologiya ilə, müasir texnologiya ilə ayaqlaşması bizdə var. Var, amma kim ondan necə istifadə edir? Onlar başqa-başqa məsələlərdə başqa-başqa suallar doğurur. Ona görə də mən elə hesab edirəm ki, biz müasir dövrün texnologiyası ilə ayaqlaşan xalqıq. Biz özdə çox istedadlı xalqıq.
Ağadaş müəllim, 40 il əvvəl yazılan mahnılar bu gün də qəlblərdə yaşayır. Bəli. Necə olur bu müasir mahnılar? Tez dəbə minir, tez də unudulur. Nədir səbəb? Bəstəkardır ya müğənni? Hamısı. Cəmləşin. Yəni, cəm şəkildə desək hamısı. Çünki 40 il bundan əvvəl mənim məsələn bir mahnım var. Dodağına gülüş qonub, gülüşünə qoşulmuşam. Neçəli mahnılar. Ömrü günü xoş olmuşam. Könlüm qəmin eylə, dilim nəğmələr sor. Tək mənə bircə kəlmə sevirəm de. Bilirsiniz, bu mahnı 47 ildir populyardır. Bu günləri YouTube səhifəmə girsiniz, 17 milyondan çox izləyicisi var. Amma 200 il bundan əvvəl qoyulub da, yəni bu 40 il bundan əvvəl qoysaydı, 170 milyonları keçərdi. Yəni, nədir məsələ? Əvvəla sadə bir mahnıdır, 6-8 ritmində musiqilər ümumiyyətlə çox yaşamır. Yəni, 1 il, 6 ay, belə 2 il yaşayırlar. Amma bu 6-8 ritmində olan bu mahnım mənim pasportumdur o mahnım deyil, mənim həyat pasportumdur, sənət pasportumdur o. O pasport 50 ilə yaxındır ki, yaşayır, 47 ildir yaşayır. Bu yaşayır və bütün nəsillər bunu sevir. Neçə gör nəsil dəyişibsə, bu nəsillər hamısı yəqin ki, yaşayanlar görürlər və bilirlər ki, bu mahnılar yaşayır. Mən indi bütün xalqımıza buradan səmimi qəlbdən təşəkkür edirəm, evlatlarımıza, dəyişən nəsillərə. Bunlar bu mahnını sevirlər və 6-8 ritmində olan yeganə bir mahnıdır ki, bütün profesional bəstəkarlarımızı bir kənara qoyuram, o klassiklərimizi bir kənara qoyuram. Yəni, gündəmə gələn, toya gələn, həyatımıza gələn 6-8 ritmində mahnıların içərisində dünyada bəlkə Azərbaycanda birinci yerdədir. Mənim oxuduğum o mahnı. Bəli. Yəni, o populyarlığını daşıdığına görə Azərbaycanda bir nömrədir. Bunu mən buradan deyirəm ki, hər kəs bilsin ki, bu belədir və tarixə müraciət eləsinlər ki, doğrudan da belədir, yoxsa yox. 40 ilin mahnıları bugün yaşayır. Bəli. Yəni, təkrar edirəm ki, bəs müasir bu bəstələnən bəstəkarların mahnıları niyə tez dəbə minir, tez də yaddan çıxır? Bilirsiniz necədir? Bəstəkarların mahnıları dedir. Bəli. Düzdür. Müasir bəstəkar. Müasir bəstəkarlarımızın. O bəstəkarların çoxunun öz adı tanınmır. Mən onları tanımıram çoxunu. Siz bu son zamanlar hansı bəstəkarlara üz tutursunuz? Mən ən son Kamalın mahnılarını oxumuşam. Ondan qabaq Eldar Mansurovla işləmişəm. Ondan sonra Faiq Süzətdinov olub, paralel. Amma mən ondan sonra bir dənə mahnı oxumuşam. O da Alma xanım qızım, gözəl sənətkar, gözəl ürəyi sahibi. Vüqar Əhmədin qızı, Vüqar mənim dostum. Dostum olduğu üçün oxumadım, mahnı gözəl olduğu üçün oxudum. Alma xanım mənə mahnı yazıb tədiyə eləmişdi, onu oxumuşam. Ondan başqa mən heç bəstəkar tanımıram. Hansı mahnıdır o? Gəzdim obanı eli, Məcnun kimi mən dəli. Göz yaşım için yaşayıram sənin üçün. Mahnının adı gəldi, çıxdı, bax. Yaşayıram sənin üçün mahnının adı. Sözləri də Vüqar Əhmədindir. Ondan başqa mən belə müasir musiqi yazanları həqiqətən doğrudan da tanımıram. Ağdadaş müəllim, müsahibələrinizin birində demişsiniz ki, məktəbdə oxuduğum illər sizi konsert proqramlarına dəvət ediblər, xorlarda dəfələrlə çıxış etmişsiniz. Hətta o dövrün müəllimləri də sizin gələcəkdə böyük sənətkar olacağınızı deyiblər. Düzdürmü? Tamamilə doğrudur. Hətta valideynləriniz də musiqi sevginizdən Bunu hardan tapmışsınız? Maraqlanıram, bəs necə olur? Sağ olasınız. Hətta valideynləriniz də sizə dəstək olubdur. Yaxşı, uşaqlıqdan... Əslində valideynləri mənə heç vaxt dəstək olmayıb. Siz özünüz demişsiniz, mən özüm... Yox, dəstək... Hətta sizə atanız qarmon da alıbdır, balaca bir kiçik qarmon. Yox, o qardaşım almışdı. Mən elə bilirəm. Mən sizin çıxışlarınızdan, bəli, mən sizin çıxışlarınızdan bunları izləyib demişəm. Yaxşı, uşaqlıqdan
sizin musiqiyə bu qədər sevginiz, məhəbbətiniz olubdu. Evdə də, ailədə də sizə dəstək olublar. Bəs necə oldu ki, sənədlərinizi pedaqoji o vaxtın dilinə də Apilelinin Filologiya fakültəsinə vermisiniz. Bir neçə ildə doğma kəndinizdə müəllim işləmisiniz. Niyə filoloq yox, incəsənətə verməmisiniz? Nədir? Hə, çox gözəl. Həyatımı bütün elə bir coğrafiyasını siz tamamladınız bir yerdə. Bəli. Suala görə çox minnətdaram. Bunu gözləmirdim heç bir aparıcıdan. Sizdən eşitdim bunu. Bu başdan təşəkkür edirəm. Mənim atam çox mülayim adam idi. Amma anam çox sərt idi. Qurban olduğum. Çox sərt. Tələbkar idi, çox sərt idi. Mənim bütün uğurlarımın heç birini qəbul eləmirdi. Anam. Deyirdi, yox, mən istədiyim ki, dərəcədə dör. Filan. Mən də mücadilə verirdim. Anama sübut eləmək istəyirdim ki, mən sıradan bir evlad deyirəm. Onu sübut eləmək üçün həqiqətən mənim o hissləri çox yaşamışam. O hissləri yaşaya-yaşaya mən Ağadadaş olmuşam. Bugün də anamın ruhuna qurban olum. Yaxşı ki, o məni sıxışdırırdı həmişə. Mənim ilk dəfə kasetim çıxdı. Gətirdi, atama, anama qulaq astırdı. Atam, anam da bilmir mənim səsimi tanımıram. Mən axı səsim olmayıb, onların arasında heç vaxt ifaçı kimi olmamışam, oxumamışam. Dedi ki, Həmid əmi, bir dənə qulaq as buna, təzə bir dənə oxuyan çıxıb. O vaxtda da kompakt kasetlər var idi belə. Atam da qulaq as, atam çox musikalni kişi idi, səsi də var idi, amma o mühasib idi. Atam qulaq astı, belə deyir, Köpoğlu yaxşı oxuyur, adamın Allahı var. Atanız? Atam dedi. Amma atanız sizin uşaqlıqdan dəstək olub axı? O həmişə mənə dəstək olub. Amma mən ondan bölüşməmişəm. Bu aləmdə, musiqi aləmində ona heç vaxt deməmişəm ki, mən müğənni olacam. Ondan gizlin saxlamışam bu bölümü. Sonra anam qulaq astı. Anam qulaq asandan sonra anam dedi ki, bəxtəvər dedi bunun anasının başına, bu kimdirsə, nə gözəl oxuyur ha bu. Məni tərifləyir. İlk dəfə bilmədən məni təriflədi. Sonra bu Şəmsəddin dedi ki, qonşumuzdur, o riyaziyyat müəllimidir, indi də buradan salamlayıram. Dedi ki, Həmid əmi, Səkinə xala dedi, and olsun Allaha bu oxuyan Ağadadaşdır. Pedaqoji institutda qəbul oldunuz. Niyə ora gəldiniz? Məhz niyə incəsənətə yox, pedaqoji institutda? Mən əslində Asaf Zeynaliyə gəldim. Neçə il öz doğma kəndinizdə də müəllim işlədim. Sonra çox təsadüfi bir şey var. Mən öz kəndimizə müəllim kimi qayıtdım. Öz müəllimlərimlə bir yerdə müəllim oldum. Hətta maraqlı bir şey vardı. O jurnalları götürürsən, orada şkaflar var orada. Oradan götürəndə mən onlardan qabaq əlimi bir jurnala atmazdım. Çünki onlar hamısı mənim müəllimlərim idi. Onlarla bir yerdə işlədim. 7 il müəllim işlədim, Mehriban xanım. Çox qəribə. İndi onları mən analiz edirəm. İnanırsınız ki, dəhşətə gəlirəm. Deyirəm ki, onları yaşamışam mən. Amma yaşantı vaxtı onları təhlil etmək imkanım olmayıb. Məndə 7 dənə hissiyat var. Var elə insanlar. Amma bu qədər sizin kimi... Yox, bu qədər. Mən 7 deməyə cəsarətlə deyirəm. Neçə illər öncədən görməyə birinci adam Allah mənə elə şeylər verib ki, qurban olduğum. Rəbbim nəzərə gəlməyim, ya Rəbbim. 7 hissiyatın olduğunu hiss edirəm, bilirəm. Çünki ən azı dünyada gedən prosesləri 10 il qabaqdan görə bilirəm. Özüm üçün ha, mən. Mən baxıcı zat deyirəm ki. Elə hissiyyətiniz olubmu ki, zəng vurub xəbərdarlıq eləmişsiniz ki, mənə bu hiss gəlibdir, bax, ehtiyatlı. Çox adama demişəm, çox. Yaxınlara. Ağadadaş müəllim, sizin, mən çıxışlarınıza baxmışam, özünüzə məxsus qeyri-adi rəqsiniz də var hərdən. Ümumiyyətlə, rəqsi çox sevirsiniz. Şənliklərdə hansı rəqsi oynayırsınız, rəqs edirsiniz? Valla, mən rəqsi sevməyini sevirəm, amma gözəl rəqs eləyənləri sevirəm. Özümü yox. Mən öz rəqsim Ağayanadır, adım kimi. Ağayana bir rəqsim var. O elementlərdən ibarətdir. Yəni, elə oynamaq üçün deyil.
bir Yəni, elementlər. şənliklərdə rəqs eləmişsiniz? Necə? Toylarda, şənliklərdə. Yox, mən niyə rəqs edeyim ki? Mən oxuyuram, hamı rəqs edir. Oynamırsınız? Qohum, əqrəbədir. Təsadüfi hallarda oynayıram. O da sevgi olaraq, məhəbbət olaraq. Yox, kim nə oynayırsa... O deyirlər, mənim zakazım çal, məni məcburən oyuna dəvət edəndə, mən onlara qoşuluram da. Orada mahnı dəyişmək, sifariş eləmək mənim... Yoxdur. Yox, yəni, yoxdur. özünüzün havanız yoxdur. Hansı kinoda deyirlər, mənim havamı çalır. Mənim havam Azərbaycanın milli rəqs nümunələridir. Başqası yoxdur. Anladım. Bu il ərzində neçə yeni mahnılarınız var? Bəstəkarları kimdir? Mən əslində bu il indi 2026-ya qədəmlərimizi atırıq. Bir neçə mahnımın aranjmanı hazırdır. Girib oxumaq qalıb. Onun da icraatını eləyəcəm Allahın izni ilə. Retro mahnılarımın hamısını yeni aranjmanda 12 mahnı hazırlamışam, vermişəm istifadəyə də. Artıq 1-2 ildir istifadəyə vermişəm. Onun davamı var. Amma belə özəl bir musiqilər bir-iki dənə var yəni mahnılar ki, onlar Kimdir bəstəkar? Hərbiçilərə aid bir dənə mahnım var. Zabitim mənim. Həyatınızda öz-özünüzə demişsinizmi ki, kaş bu səhv eləməzdim? O qədər demişəm ki, çox. Yəni, belə çıxır ki, hər gün səhvlər davam edir insan həyatında. Hər günün bir tövbəsi var. Niyə Allah bizə şuur verir, Qurban olun, verir, amma səhvləri də verir. Çünki biz tək mələklərlə yaşamırıq, şeytanlar da bizim ətrafımızdadır. Bizi səhvlərə, səhv eləməyə məcbur eləyən güclər var, qüvvələr var. Biz, amma səhv deyəndə, bir dənə də xırda səhv olsa, yenə səhv sayılır da, düzdür, yox. Amma o səhvlər özü təbiidir, yəni. Hər bir insanda var. Bağışlanmaz səhvlər səhv deyil, onlar xəyanətdir. Xəyanət, səhvlərin dərəcəsi var. Əgər elə bir səhv eləyərsən ki, o xəyanət dərəcəsinə gəlib çatar. O səhvlər bağışlanmaz səhvlərdir olar. Çünki xəyanət düşünərək olur. Düşünə-düşünə, hesab kitabla, əvvəlcədən, planlı şəkildə. Yaradıcılığınızda xalq üçün sözünü deyən Ağadadaş Ağayev bugün necə? Özlüyündə deyirmi? Bəs Ağadadaş, istirahət elə. Burada mən iki qol göstərəcəm. Biri ehtiyac, biri icraat. İcraat oldu ki, Ağadadaş, bəzi yerlərdə demişəm ki, burada dur. Məsələn, toylara çox getmirəm. Və belə 8 saatlıq, 10 saatlıq toylar götürmürəm. Amma yarım saatlıq toylara gedirəm. Burada həm mənim fiziki, bioloji imkanlarımla bağlıdır, həm də ki, nüfuzumla bağlıdır. Yarım saatda mən daha çox sevgi qazanıram, nəinki 10 saat toy idarə edəndə. Ağadadaş müəllim, müsahibələrinizin birində demişsiniz ki, kənd həyatı üçün çox darıxıram. Allah sizə ömür versin, can sağlığı versin. Var olasınız. Gələcəkdə planınız varmı ki, yerdə qalan o 90 illik ömrünüzü, 100 illik ömrünüzü doğma kəndinizdə başa vurasınız? Mehriban xanım, sizə çox minnətdaram. Çox minnətdaram ki, belə bir sual verdiniz mənə. Bax, son günlər, son aylar düşündüyüm mövzuları hissiyatı ilə bu sualı verdiniz mənə. Hansı ki, onu götür qoy edelim. Mənim ata yurdumda 2 dənə ata yurdum var. Bir-birinin yanında, tarixini də bilirəm. Niyə atam bu evi söktü, niyə getdi? 100 metr o tərəfdə bu evi tikdi. Bunlara qədər bilən tək adamım mənəm. Mənim nə bacılarım bilmir onu, nə qardaşım bilmir. Çünki ən yaşda böyük mənəm də. Mən onların projesini düşünmüşəm. Allah nəsib eləsə, onun icraatını eləyəcəm. Ağadadaş müəllim, deyirlər, bugün çox şeyi pul həll edir. Bəli. Həyat keyfiyyəti pulla mı bağlıdır? Bilirsiniz, bu günləri, deyim, birinci bundan başlayayım ki, bu günləri maddiyyət, mənəviyyatı... Əvvəllər yəni belə düşünülmürdü. Yox, düşünülməz də. Pul deyəndə insanlar çoxu diksinirdi və narazı qalırdı. O sözü
dinləmək istəmirdi. Eşitmək istəmirdi daha doğrusu. Maddiyyat mənəviyyatın önünə keçir. Yəni burada pul faktoru birinci yerdə gedir. Bugünkü yaşantımızda. Niyə belə oldu? Maddiyyat mənəviyyatın önünə o zaman keçir ki, biz mənəviyyatımızı o qədər itiririk. Ona görə də maddiyyat otomatik olaraq gəlir keçir ön plana. Deyir, pulsuzluq qüssə verər, hər insanı xar eləyər. Pulsuzluq sevgilini özgələrə yar eləyər. Pulda bir qüvvətə bax, işdən yoxdan var eləyər. Şah məclisində fərman eləyən puldur. Ya qədimdə, ya indi də devran eləyən puldur. Pul üçün oğullar var ki, anasını inkar edir. Qardaşı qardaşa pul səbəb olur, əğyar edir. Atanı evladına qatil edir, qəddar edir. Şah məclisində fərman eləyən puldur. Ya qədimdə, ya indi də devran eləyən puldur. Amma hər şeyi gətirib pula bağlasaq, o dünyanın sonu deməkdir. O gecə mənə bir dənə zəng gəldi, gecə mənim telefonum açıq olur. Saat 3 idi, 4-ün yarısı idi. Mənə zəng gəldi, ağlaya-ağlaya bir xanım. Atasını da demə, mən tanıyırmışam. Dedi ki, mənim uşağım yuxudan oyanıb, acından ağlayır, bağırır. Evdə bir dənə çörək yoxdur. And olsun bizi yaradan Allaha. Heç bir həftə keçməyib üstündən. Mənim özümü kövrəldiniz. Yəni mən çünki bankomata gedib pul köçürməyi zadı bilmirəm. Mən prodüserimi çağırdım, Elnur adında oğlandı. Dedim, Elnur gəl, dedi, qardaş mənim, nə olub gecənin saatında? Dedim, gəl yanıma tez, amma tez gəl. Əlimi atdım cibimə, gördüm, 260 manat cibimdə pul var. Nart pulzat çox gəzdirmir yaxı, gecənin o saatında. Hamısının qəpiyinə qədər Allahım şahiddir. Bunu demək, efirdə deməyi belə istəmirəm, amma belə hadisə başıma gəldi. Bunu attım, həmin karta attım ki, gedim uşağa çörək alın. Sonra o uşağı işə də götürdüm. İndi bu dəqiqə mənim restoranımda çalışır. Bir həftədə ailə doğru dürüst yaşayır. Əsl sənətkar mirası nədə görürsünüz? Sənətkar mirası onun bu dünyada əməlləri, yaratdığı əsərlər, özünə məxsus yaşadığı yaşantının içindən millətinə, dövlətinə və xalqına və millətinə qalan miraslar, yaxşı mənada olan nə varsa, insan özünə onu arzulayır. Mən də nə yaşamışamsa, nəyi doğru yaşamışamsa, oradan xalqıma, millətimə, insanlarıma bir fayda görürəmsə, elə onlar mənim həyatımda qalsın, elə yaşamaq. Mən tövsiyə eləyərdim. Yaşadığıma görə davamında da onu özüm arzu eləyərdim. Və məncə mən həyatdan gedəndən sonra lənət olsun sözü deyilməyəcək arxamca. Çünki mən onu heç vaxt haqq eləmirəm. Maraqlı müsahibə üçün təşəkkür edirəm. Tamaşaçılar bizi qınamasın deyən Ağdadaş müəllim verilişimizin qonağı olsun, sonda bir ifa eləməsin. Bugünkü qonağımız kədərli notları ilə bizi düşündürən, ritmik ifaları və özünə məxsus rəqsi ilə hamımızı ayağa qaldırmağı bacaran nadir ifaçılardandır. Klassik musiqi ilə müasir ruhu eyni sədada birləşdirən sənət dünyamızın peşəkar müğənnisi Ağdadaş Ağayevdir. Əziz izləyicilər, sağ olun, mehriban görüş verilişində növbəti görüşlərədək.